İşğaldan azad olunan ərazilərə böyük qayıdış sürətlə davam edir. Daha 142 nəfərdən ibarət 20 ailənin yurt həsrətinə son qoyuldu. Onlar Zəngilanın Məmmədbəyli kəndinə qayıdır. Tarixi torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Onlar üçün yaradılan şəraitdən və qayıdışdan məmnun olduqlarını bildirdilər. Məmmədbəyli kəndində doğulmuşam. Çıxanda 3 yaşım var idi, indi 37 yaşım var. Mən də çox sevincliyəm. Həddi hüdudu yoxdur sevincim. O sevinci sözlə demək olmur da, ancaq onu yaşamaq lazımdır. Öz doğulduğum torpağa övladlarım da gedəcək, orada məktəbə gedəcəklər. Rasim Qarayev 18 yaşında tərk etdiyi Zəngilana 51 yaşında geri qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin ki, elə bir Allahın hesabına biz ilk dəfə qayıdıram Zəngilana. Dayıoğlu var orada, xalaoğlu güzel, yəni bizdən bir ay qabaq gediblər. Niyə darıxır? Öz vətənimiz, torpağımızdır. Təranə Səhlalıyeva isə 58-ci yaşını öz yurdunda qeyd etməyə tələsir. 58 yaşım tamam oldu. Bu gün mənim doğum günümdür. Həmi də çox sevinçliyəm də, torpaqlarıma qayıdıram. Doğum günüm üçün ən gözəl hədiyyə elə prezidentimin mənə bəxş etdiyi torpaqlarımızdır. İlk dəfə bir dəfəlik qayıdıram torpaqlarımıza. Orada böyüyüb başa çatmışam mən. Orada məktəbə getmişəm. Qarış-qarış bütün torpaqlarımı orada gəzmişik. İndi də gedib yenə torpaqlarımı görəcəm. O torpaqdan öpəcəm mən. Çox sevinçliyəm. Torpağıma qayıdıram. Allah hamıya, xalqımıza can sağlığı versin. Planım odur ki, yaşayacağım da orada. Biz də gedirik ora, həyatımızı davam eləyək və abadlaşdıraq. Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-dan 30-una keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 27 illik işğaldan sonra 2-ci Qarabağ müharibəsi zamanı 20 oktyabr 2020-ci il tarixində Azərbaycan ordusu tərəfindən azad edilib. İşğal dövründə Zəngilan və kəndləri dağıdılıb. Dini tarixi abidələr məhv edilib. Hazırda həmin ərazilərdə bərpa quruculuq işləri davam etdirilir. Zəngilan daxil olmaqla bütün Qarabağ və Şərqi Zəngəzura həyat yenidən qayıdır.